Bəzi təfsirçilər belə hesab edirlər ki, yolunu azmışlar dedikdə xaspərəstlərdən olan kafirlər, Allahın qəzəbinə gələnlər dedikdə isə Yahudilərdən olan kafirlər nəzərdə tutulur. Onlar bu iki dəstənin İslama qarşı tutduğu mövqedən çıxış edərək bu cür nəticəyə gəlmişlər. Çünki Quranın bir çox ayələrində də açıq şəkildə buyurulduğu kimi, Yahudilər İslama qarşı həddən artıq ədavət bəsləyirdilər. Yahudi alimlərinin İslam dininin meydana gəldiyi ilk illərdə İslam təbliğatçılarından olmasına baxmayaraq qısa müddət keçdikdən, xüsusilə də Peyğəmbər Salavatullahın Məkkədən Mədinəyə hicrət etdikdən sonra onlar bu və digər səbəblərdən, xüsusilə də maddi mənafeyinin təhlükə altına düşməsi üzündən İslamın ən qatı düşməninə çevrilirlər. Onlar İslamın yayılmasının qarşısını almaq məqsədi ilə hər cür vəfasızlığa əl atırlar. Bunları nəzərə alaraq onların barəsində Allahın qəzəbinə gələnlər ifadəsi tam yerinə düşür. Lakin qeyd etməliyik ki, bu fikir ümumi məfhumun xüsusi fərdlərə şamil edilməsi kimi qəbul edilməlidir. Nəinki Allahın qəzəbinə gələnlər ifadəsini yalnız Yahudilərə aid etməliyik. Xaspərəstlərdən olan kafirlərə gəldikdə isə, onlar İslama qarşı Yahudi kafirləri qədər sərt mövqedə olmamışdılar. Onlar sadəcə İslamı tanıyıb, qəbul etmək baxımından azğınlıqda idilər. Ancaq ona qarşı heç də inadkarlıq etmir, mübarizə aparmırdılar. Yolunu azanlar ifadəsi də məhz onların barəsində işlədilmişdi. Daha çox insan faydalansın deyə bu videonu bəyən və yadda saxla.